Qulağın zəif eşidir, çünki içində probka var, tutulub və sən bunun fərqində deyilsən. Ağrını verən də, çirki eləyən də həmin o probkadır. Xarici qulaq iltihabı deyirlər, ona müdaxilə etmədiyin zaman iltihab orta qulağa keçir və vəziyyət daha da ağırlaşır. Necə bir müdaxilədən söhbət gedir? Ekrandakı ürəyi qızardın, izah edeyim. Yaxınlaşırsınız aptekə, borap damla alırsınız. Deməli, borap damladan istifadə etdiyiniz zaman tərkibində bornaya, kislata, köhnələr bilir onu, Sovetin devrindən qalandır. Bir də periksin köməyi ilə qulaqda olan probkanı yumşaldır, açır, çirki təmizləyir, ağrını anında kəsir. İstifadəsi həm uşaqlara, həm də böyüklərə uyğundur. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu videonu sevdiyiniz insanlarla mütləq paylaşın ki, hər kəs bu videodan faydalana bilsin. Və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bal oğlanla hər zaman sağlam qalasınız.